Salam, bugün dayaq hərəkət sistemindən danışacağıq. İnsanda hərəkət, dayaq hərəkət aparatının köməyi ilə həyata keçirilir. Dayaq hərəkət aparatı 3 komponentdən təşkil olunmuşdur. Sümüklər, onların birləşmələri və əzələlərdən təşkil olunub. Dayaq hərəkət aparatının aktiv hissəsinə əzələlər, passiv hissəsinə isə sümük və onun birləşmələri aiddir. Sümük sisteminin funksiyaları var. Bunlar mexaniki funksiya, yəni dayaq, hərəkət və qoruyucu funksiyadır. Metabolik funksiya və qan yaradıcı funksiyadır. Dayaq və hərəkət sümüklər və onların birləşmələri sayəsində mümkün olur. Qoruyucu funksiya ayrı-ayrı sümüklərin birləşməsi sayəsində alınır. Metabolik funksiya maddələr mübadiləsi ilə, xüsusilə də mineral mübadilə ilə əlaqəlidir. Belə ki, sümüklər fosfor, kalsium, dəmir üçün ehtiyat mənbəyidir. Həmçinin sümüklərdə qan yaradıcı funksiya da var. Belə ki, sümüklərin daxilində sümük iliyi olur. Bu sümük iliyi iki cür olur. Qırmızı sümük iliyi və sarı sümük iliyi. Qırmızı sümük iliyi sümüklərin baş hissəsində yerləşir. Sarı sümük iliyi isə uzun boylu sümüklərin orta nahiyəsində yerləşir. Qırmızı sümük iliyində qanın formalı elementləri, eritrositlər, trombositlər və leykositlər əmələ gəlir. Sarı sümük iliyi isə ehtiyat qida maddələrini özündə toplayır. Sümüklərin toxumasına baxaq görək. Sümüklər birləşdirici toxumadan əmələ gəlmişdir. Sümük hüceyrələrindən və hüceyrəarası maddədən təşkil olunubdur. Sümük toxumasının 3/2 hissəsi hüceyrəarası maye, 1/3 hissəsi isə sümük hüceyrələrindən təşkil olunub. Belə bir sual olunsa ki, 18 kiloqram sümük toxumasının nə qədəri hüceyrəarası mayedir? Biz o zaman 18-in 3/2'sini taparıq. 12 kiloqram hüceyrəarası mayedir. 18'i 3/1'e vurub, buradan da 6 kiloqramı da sümük hüceyrəsinin olduğunu müəyyənləşdirmiş olarıq. Sümüklərin tərkibi üzvü və qeyri-üzvü maddələrdən ibarətdir. Üzvü maddələr sümüklərə elastiklik verir, qeyri-üzvü maddələr isə sərtlik verir. Qeyri-üzvü maddələrin miqdarı yaş artdıqca artır. Üzvü maddələrin miqdarı isə yaş artdıqca azalır. Yəni, bunlar bir-biri ilə tərs aslıdırlar. Məsələn, yaşdan aslı olaraq üzvü maddələr yaş artdıqca azalacaq. Qeyri-üzvü maddələr isə yaş artdıqca artacaq. Qeyri-üzvü və üzvü maddələr. Ona görə balaca uşaqlar tez-tez yıxılırlar, lakin onlarda sınma az müşahidə olunur, sümük sınması. Amma yaşlı insanlar bir dəfə yıxılan kimi onlarda sümük sınmasına tez müşahidə etmək olur. Sümüklərin xarici hissəsi sümük üstlüyündən təşkil olunmuşdur və bu sümük üstlüyünün altında sümüklərin sərt maddəsi yerləşir. Bir qədər daxildə isə bu hissədə süngəri maddə yerləşir. Sümüklərin baş hissəsini qığırdaq toxumasından əmələ gəlmiş laylar örtür. Sümüklərin bu süngəri olan hissəsində qırmızı sümük iliyi, bayaq da dediyimiz kimi, orta hissəsində isə sarı sümük iliyi yerləşir. Bundan başqa bütün sümüklərə qan damarları və sinirlər gəlir ki, bunlar da sümük hüceyrələrinin qidalanmasında və sinirlənməsində iştirak edirlər. Baxaq sümüklərin quruluşuna, görək sümüklər formalarına görə necə qruplaşdırılır. Uzun borulu sümüklər hansı ki bu sümüklərə aiddir. But sümüyü, bazo sümüyü, mil və dirsək sümükləri. Şəkildə də biz but sümüyünü görürük. Baş hissəsi belə oynaq başından ibarətdir. Daha sonra bazo sümüyünü görürük. Bazo sümüyündə də belə bir hissələr var ki, bununla biz but sümüyü ilə bazo sümüyünü bir-birindən ayırt etmiş olarıq. Qısa sümüklər bilək, əl darağı, barmaq falanqaları, ayaq darağı sümüklərə aiddir. Hansı ki, burada da şəkildə biz əl daraq arxasıdır, əl darağıdır, falanqalardır. Bu sümükləri görürük. Yastı sümüklər, çanaq sümüyü, kəllə qapağı sümükləri daha çox mühafizə rolunu oynayırlar. Çanaq sümüyünü də şəkildə görürük. Bunlar müəyyən bir boşluqlar əmələ gətirirlər ki, bu boşluqlarda orqanları qoruyurlar. Məsələn, döş qəfəsini qoruyur, döş qəfəsi qoruyur ağciyərləri və ürəyi. Daha sonra çanaq sümüyü qoruyur çanaq boşluğundakı orqanları. Kəllə qutusunda baş beyin qorunur.
Baxaq indi qarışıq sümüklər hansılardır? Fəqərlər və körpücük sümüyü də qarışıq sümüklərə aid edilir. Sümüklərin böyüməsinə baxaq. Sümüklərin böyüməsi müəyyən bir yaşa qədər davam edir, uzunluğa böyüməsi. Kişilərdə 20-25 yaşa qədər davam edir. Qadınlarda isə 18-21 yaş aralığına qədər davam edir. Enində böyüməsinə səbəb sümük üslüyünün daxili hüceyrələrinin bölünüb çoxalmasıdır. Uzunluğa böyüməsinə səbəb isə sümüklərin başçıqlarını örtən qığırdaq toxumasının hüceyrələrinin bölünüb çoxalması hesabına baş verir. Bundan başqa sümüyə nə qədər çox yük düşərsə, sümük maddəsinin təzələnməsi də bir o qədər sürətli olur. Sümük birləşmələri 3 cür olur. Hərəkətsiz sümük birləşmələri, yarım hərəkətli və hərəkətli sümük birləşmələri. Hərəkətsiz sümük birləşmələrinə oma fəqərələrinin bir-biri ilə birləşməsi və kəllə qapağı sümükləri aiddir. Hansı ki, kəllə qapağı sümüklərini biz deyirdik ki, bu sümüklər tikiş vasitəsilə bir-biri ilə birləşir. Yarım hərəkətli sümük birləşmələrinə qabırğaların döş sümüyü ilə birləşməsi, döş fəqərəsinin bir-biri ilə birləşməsini, həmçinin də bel fəqərələri, boyun fəqərələrinin bir-biri ilə birləşməsini yarım hərəkətli sümüklərə aid edə bilərik. Bundan başqa hərəkətli sümük birləşmələrindən buç çanaq, kürək bazu, alt çənə gicgah, diz və dirsək oynaqlarını aid etmiş olaraq. Eləcə də şəkildə biz oynağın quruluşunu görürük. Oynağın bir hissəsi oynaq başından, digər hissəsi isə oynaq çuxurundan təşkil olunmuşdur. Oynaq başının fikir verirsinizmi, kənar hissələri qığırdaq toxumasından təşkil olunubdur. Bundan başqa oynaq çuxurunda oynaq mayesi ifraz olunur ki, burada oynaq kisəsi var və o oynaq mayesi ifraz edir ki, bu da oynaq başının oynaq çuxurunda rahatlıqla hərəkət etməsinə şərait yaradır. İnsanın skeleti 3 hissəyə bölünür. Kəllənin skeleti, gövdənin skeleti və ətrafların skeleti. İnsan skeletini də burada biz görürük. Kəllənin skeleti bu hissə bütövlükdə onurğa, döş qəfəsi, gövdənin skeletini əmələ gətirir. Digər hissələr isə ətrafların skeletini əmələ gətirir. Baxaq ayrı-ayrılıqda skeletin quruluşuna, kəllənin skeletinə nəzər yetirək. Kəllənin skeleti bu zaman burada biz öndən və yandan kəllə skeletinin quruluşunu görürük. 2 hissəyə bölünür. Kəllə qapağı sümükləri və kəllənin üst şöbəsinin sümükləri. Kəllə qapağı sümüklərində 2 təpə və 2 gicgah cüt sümüklərdir. Bir alın, bir ənsə, bir əsas və bir xəlbir, bunlar tək sümüklərdir. Kəllənin üst şöbəsinin sümüklərində də cüt sümüklər üst çənə sümüyüdür. Daha sonra göz yaşı sümüyü, burun sümüyü, almacıq, damaq və balıq qulaqlarıdır ki, bunlar da cüt sümüklərdir. Bir ədəd dil altı xış və alt çənə sümüyü də tək sümükdür. Kəllənin yeganə və böyük hərəkətli sümüyü alt çənə sümüyüdür. Baxaq çənə sümüklərinə. Çənə sümükləri üst çənə 2 sümükdən ibarətdir. Alt çənə isə 1 sümükdən ibarətdir. Ümumilikdə çənə sümüklərinin sayı eləyəcək 3 sümük. Kəllədə 3 oynaq var. Bu 3 oynağın əmələ gəlməsində iştirak edən sümüklərə baxaq. Hansı ki bu kəllənin skeletinə aiddir. 2 gicgah sümüyü, daha sonra 1 alt çənə sümüyü və 1 ənsə sümüyü, ümumilikdə 4 sümük 3 oynağın əmələ gəlməsində iştirak eləyir. Bu oynaqlarda, yəni bu oynaqların əmələ gəlməsində neçə növ sümük iştirak eləyir desə, biz o zaman gicgah, alt çənə və ənsə ümumilikdə 3 növ sümük edir. Bunlar hansı sümüklərdir? Alt çənə sümüyünün gicgahla birləşməsi, yəni çənə oynağı 2 dənə və 1 dənə də ənsə ilə birinci boyun fəqərəsinin birləşməsindən əmələ gələn oynaqdır ki, bunlar başa aid oynaqlar sayılır. Yəni bir ənsə sümüyü başa aid olduğuna görə biz bunu başa aid edirik. Baxaq indi kəllə qutusunda olan sümüklərin yerləşməsinə. Burada alın sümüyü göstərilibdir. Üst hissədə təpə sümüyüdür. Daha sonra bir qədər aşağıda ənsə sümüyüdür. Və burada gicgah sümüyüdür ki, hansı ki cüt sümüklərə aiddir. Gövdənin skeletinə nəzər yetirsək, gövdənin skeletini təşkil eləyir onurğa, qabırğalar və döş sümüyü gövdənin skeletini təşkil edəcək. Baxaq indi onurğanın quruluşuna. Deməli, onurğa beynini qoruyur. Onurğanın üzərində fəqərələr
cisimlərdən və çıxıntılardan təşkil olunmuşdur. Bu fəqərələrin arasında qığırdaq layları yerləşir. Hansı ki bu qığırdaq laylar fəqərələrin daha rahat hərəkət etməsinə şərait yaradır və onurğaya elastiklik verir. Ümumilikdə onurğada 33-34 fəqərə olur və biz onurğanı 5 şöbəyə bölürük. Burada birinci şöbə olacaq boyun, ikinci olacaq döş şöbəsi, üçüncü olacaq bel, oma və büzdüm şöbəsi. Büzdüm şöbəsi onurğadakı fəqərələrin sayından asılı olaraq 4-5 ədəd olur. Omada 5, beldə 5, döşdə 12 ədəd, boyunda isə 7 ədəd fəqərə olur. Birinci fəqərə atlas adlanır və o fəqərə hərəkətli sümük birləşməsi əmələ gətirir. Bayaq da qeyd elədik ki, başdakı ənsə sümüyü ilə. Onurğada 4 əyrilik olur. Bu əyriliklərdən birinci oma əyriliyidir ki, hansı ki bu ana bətnində əmələ gəlir. Daha sonra əmələ gələcək boyun əyriliyi. Uşaqlar anadan olanda boynunu saxlaya bilmirlər və o ikinci aydan başlayaraq boyun əyriliyi əmələ gələndən sonra uşaqlarda boyun saxlama qabiliyyəti formalaşır. Daha sonra döş əyriliyi əmələ gələcək 6-cı ayında, hansı ki bu ayda artıq uşaq oturmağa başlayır. Daha sonra isə bel əyriliyi əmələ gələcək, o da 12-ci ayında formalaşır. Bu zaman uşaq gəzməyə başlayır. Bu əyriliklərdən deməli döş və oma əyriliyi əmələ gətirəcək kifozu, boyun və bel isə əmələ gətirəcək lordozu. Onurğa 27 sümüklə birləşmə əmələ gətirir. Hansı ki bu sümüklər 24 ədəd qabırğa, 1 ənsə sümüyü, 2 çanaq sümüyü ilə birləşmə əmələ gətirəcək. Ümumilikdə edir 27 sümük. Bundan başqa onurğanın 15 fəqərəsi onurğadan kənar birləşmə əmələ gətirəcək. Bunlar hansı fəqərələrdir baxaq. Birinci boyun fəqərəsidir ki, ənsə sümüyü ilə birləşib. 2 oma fəqərəsidir ki, 2 çanaqla birləşir. Bir də 24 ədəd qabırğaya birləşən 12 döş fəqərəsidir. 12 döş fəqərəsidir. Ümumilikdə edəcək 15 fəqərə onurğadan kənar birləşmə əmələ gətirir. Onurğanın fəqərələrindən döş və oma 4 sümüklə birləşəcək. Bunlar hansılardır? Fəqərənin üstündə olan fəqərə və altında olan fəqərə, yan tərəfdən döş fəqərələri birləşəcək qabırğalarla, bu birisi tərəfdən də qabırğalarla 4 birləşmə edir. Eləcə də oma yan tərəfdən qabırğalar yox, çanaq sümüyü ilə birləşmə əmələ gətirəcək. Bir büzdümdür ki, hansı ki onurğanın burada şəkildə də işarə edirəm, sonuncu fəqərəsidir ki, özündən üstdəki büzdüm fəqərəsi ilə birləşəcək. O da bir sümüklə birləşmə əmələ gətirir. Yerdə qalan fəqərələr isə 2 sümüklə birləşmə əmələ gətirəcək. Baxaq döş qəfəsinə. Döş qəfəsi qabırğalardan, döş sümüyündən və döş fəqərələrindən təşkil olunmuşdur. Ürək və ağciyərləri qoruyur. Qabırğalar 24 ədəd, yəni 12 cüt. Döş sümüyü 1 ədəd, döş fəqərələri isə 12 ədəd edəcək 37 fəqərə. Döş qəfəsində 37 fəqərə var. Qabırğaların 12 cütdən 7 cütü həqiqi qabırğalardır. Hansı ki bu qabırğalar şəkildə də nömrələyirəm. 1, 2, 3, 4, 5, 6 və 7. Bu qabırğalar öndən döş sümüyü ilə, arxadan isə döş fəqərələri ilə əhatə olunmuşdur. Döş sümüyünün uc hissəsi belə çıxıntılı olduğuna görə ona xəncərə bənzər çıxıntı deyilir. 3 cüt qabırğa yalançı qabırğalar adlanır. Bu qabırğalar şəkildə də nömrələyirəm. Bu qabırğaları 1, 2 və 3 qabırğa bir-biri ilə qığırdaqla əlaqələnir və həmin o qığırdaq döş sümüyünə birləşir. Ona görə də biz buna yalançı qabırğalar deyirik. Yerdə qalan 2 cüt qabırğalar isə sərbəst
və ya buna üzən qabırğalar da deyilir. Arxadan döş fəqərələri ilə, öndən isə heç bir şeylə, fikir verin, birləşmir. Yəni heç bir sümüklə birləşmir. Döş sümüyü neçə sümüklə birləşir dedikdə, bir bel fəqərəsi ilə aşağıdan birləşir, bir boyun fəqərəsi ilə üstdən birləşir, 2 dənə də körpücük sümüyü ilə, döş sümüyü vasitəsilə birləşir. Ümumilikdə 4 sümüklə birləşmə əmələ gətirir döş qəfəsi. Gövdəni soruşsalar əgər bizdən ki, gövdə neçə sümüklə birləşmə əmələ gətirir? Gövdə yuxarıdan bir ənsə sümüyü ilə, aşağıdan 2 çanaq sümüyü ilə birləşmə əmələ gətirəcək. Daha sonra isə deməli bir ənsə 2 çanaq sümüyü ilə birləşmə əmələ gətirəcək. 2 körpücük sümüyü ilə bir də birləşmə əmələ gətirəcək. Ümumilikdə gövdə 5 sümüklə birləşmə əmələ gətirir. Baxaq indi ətrafların skeletinə. Ətrafların skeleti yuxarı ətraflar və aşağı ətraflara bölünür. Yuxarı ətraflar qurşaq və sərbəst hissənin skeletinə ayrılır. Qurşaq hissəyə yuxarı ətrafın bir cüt körpücük və bir cüt kürək sümüyü aiddir. Hansı ki, burada şəkildə kürək sümüyü və ona birləşmiş olan körpücük sümüyü görünür. Sərbəst hissənin skeletinə nələr aiddir? Bir bazu, bir mil, bir dirsək, daha sonra əl daraq arxası 8 ədəddir. Burada xırda-xırda sümüklər. Daha sonra 5 ədəd əl darağı sümükləri və 14 ədəd də burada gördüyümüz kimi falanqalar aid olacaq. Ümumilikdə edir 30 sümük. Yuxarı ətrafın qurşaq hissəsi bir cüt çanaq sümüyündən ibarətdir. Hansı ki, şəkildə biz çanaq sümüyünü görürük. Sərbəst hissə bir bud, bir qamış və incikdən, daha sonra burada gördüyümüz dairəvi formada olan diz qapağı, 7 ayaq darağı arxası, halbuki biz yuxarı ətrafda 8 əl darağı arxası demişdik, aşağı ətrafda 7 deyəcəyik bunu və onun 8-ə çatmasını əvəzləyəcək bir diz qapağı var burada. 5 ayaq darağı arxası, 14 falanqa. Burada da ümumilikdə 30 sümük edir. Baxaq birləşmələrinə. Deməli, burada biz yuxarı ətrafın qurşaq hissəsinə fikir versək, bir körpücük sümüyü və kürək sümüyü birləşmə əmələ gətirir. Deməli, körpücük sümüyü neçə sümüklə birləşir deyəndə biz deyəcəyik ki, bir kürək sümüyü ilə birləşir, bir də önünə döş qəfəsində burada yuxarıda göstərdiyimiz döş sümüyü ilə birləşmə əmələ gətirir. Yəni, körpücük 2 sümüklə birləşmə əmələ gətirəcək, kürək və döş sümüyü. Daha sonra baxaq kürək sümüyünün birləşmə əmələ gətirməsinə. Kürək sümüyü bir körpücük sümüyü ilə, bir də bazu sümüyü ilə birləşmə əmələ gətirir. Kürək sümüyü arxadan bir-biri ilə əzələlər vasitəsilə əlaqələnir. Yəni, arxadan kürək sümükləri bir-biri ilə birləşmir. Baxaq indi çanaq sümüyünə. Çanaq sümüyü 2 ədəd, yəni ümumilikdə çanaq sümüyü 2 ədəddir və çanaq sümükləri 3 sümüyü birləşməsindən əmələ gəlmişdir. Qalça, qasıq və oturaq sümüklərin birləşməsindən əmələ gəlmişdir. Əgər bizə sual olunsa ki, çanaq sümüyü neçə sümüklə birləşir, biz onda 3 növ sümük götürərik. Çünki çanaq sümüyü deyəndə digər çanaq sümüyünə də birləşəcək. Daha sonra aşağıdan bud sümüyünə birləşəcək. Arxadan isə oma sümüyünə birləşmiş olacaq. Əgər sual olunsa ki, çanaq neçə sümüklə birləşir, biz onda deyərik oma sümüyü və bud sümüyü ilə birləşir. Yəni, burada diqqətli olmaq lazımdır ki, çanaq sümüyü deyirsə biz 3 növ sümük götürəcəyik. Çünki bu çanaq sümüyü gəlir, bu birisi çanaq sümüyü ilə də birləşir. Əgər ümumilikdə çanaq deyilsə, onda biz oma və bud sümüyü ilə birləşməsini götürərik ki, burada da eləyir 2 növ sümük.